Yaşıl Teatrda konsertə gələn vətəndaşlar cərimə yağışına tutulub. BTV xəbər verir ki, vətəndaşların iddiasına görə özünü teatrın mühafizə və parkinqin xidməti əməkdaşı kimi təqdim edən şəxs vətəndaşlardan 5-10 manat alaraq onlara avtomobillərini saxladığı yerdə cərimə yazılmayacağını bildirib. Lakin vətəndaşlara 80 manat və 2 bal cərimə gəldiyi bildirilib. Vətəndaşlardan pul alan şəxsin kimliyi və bunu hansı səlahiyyətdə etdiyi sual doğurur. BTV məsələni araşdırır. Mən də gəldim, saxladım. Dedi ki, saxla. Dedim, yer var qabaqda. Dedi, yoxdur. Saxlayın burada. Mən də saxladım. Arxada da bir maşın saxladı. Qayıtdı, 2 maşın birlikdəsiz, mənim maşınımda. Dedi, 2 maşın birlikdəsiz, ona 5 manat ödəniş eləyin. Biz ödədilər. Dedi, hə, saxlayın, narahat olmayın. Nömrə də qoyun, nəsə olsa problem zəng eləyəcəyik. Bir də oturduğum yerdə 72 manat cərimə, 8 manat istədilər, 72 manat, bir də 2 bal yazıblar, bal olmayan adama. Yəni bu düzgün deyil, axı pulu alırsan, heç olmasa denən kimi. Narahat olmayın, problem yox, nə olsa bənlikdir, dedi, çıxdı, getdi, nə tapa bilmir. Bəli. Məndə də 80 manat 2 bal yazıblar, dedi 10 manat aldı məndən də, nömrəmi götürdü ki, narahat olma. Burada çəkmir, biz sənə xəbər eləyəcəyik, maşınlar çıxa bilməsə gələrsən. Dedim, mən yaxşı, görürəm ki, SMS radardan mənə zəng gəldi. Konsertə gəlmişik də saxlaya bilərik maşını. Bu nə deməkdir? Bu qədər sıralama maşın yazmaq olar. Elə bir şey olmaz axı. Sizə cərimə yazım var. Cərimə 80 manat 2 bal. Mən də hamı kimi saxladım. Konsertə gecikirdim, gəldim konsertə. Yəni ən azından sənətkara hörmət var da. Yəni bunun konsertə gəlmişik. Hər gün gəlib burada saxlamırıq ki. Belə olmaz. Bu nədir belə? Cəmaətin başına oynayır. Ya düzgün bir şey eləsinlər, parkovka. Konsertə gələndə rahat gəlib oturaq ya da ki eləməsinlər. Belə şey olmaz axı. Xanım, biz konsertə gəlmişik. Bizi parkovşik, yəni özü yer verib, bizə pul da alıb. Biz elə oturub konsert başlayan yerdə bizə cərimə gəlib. Xahiş edirəm bunu işıqlandırasınız. 10 manat istədik, 5 manat ödədik. Elə də yəni o 5 manatı ödəməyimizə biz söz demirik, amma bizə cərimə oturduğumuz yerdə konsertə gəldiyimizdə cərimə yazır. Səbəbi onu xahiş edirəm işıqlandırasınız, tapasınız, görüm kimdir bu.